bugün enerji, belə bir söz var da, güc itmir, şəklini dəyişir. Bəli. Bax, intellektual düşüncədə bir gücdür. Bu da bir alanın, bir frekansın, bir çevrənin içərisində olmalıdır ki, o inkişaf eləsin. Biz, məsəl üçün, buna örnək olaraq, məsəl üçün, indi hamımızın tanıdığı PayPal Mafya deyə belə bir deyim var. Bu Elon Musk və bunun dostlarıdır. Bunlar Silikon Vadisinin yaradıcılarıdır. Məsəl üçün, örnək, Azərbaycanda Molla Nəsrəddin jurnalı var idi. Bunlar çox ciddi bir maarifçilik hərəkatının başlanğıcındaydılar. Kim idi? Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Əbdülrəhim bəy Haqverdiyev, Əzim Əzimzadə, Sabir, Abbas Səhət və adını saya biləcəyimiz, məsəl üçün, onlarla ziyalı. Hansı ki, bir dənə Molla Nəsrəddin də ətrafında toplaşmışdı. Bir tərəfdə də Füzyat jurnalı vardı. Orada da bir çox intellektuallar vardı. Yəni, bugün Türk dünyasının intellektualları bir araya gəlməlidir. Baxın, o intellektualların, aydınların bir araya gəlməsi çox vacib bir məsələdir. O elitar klublar qərbdə çoxdur. Bizdə maalesef bu hələ o qədər də üzülərək deyim ki, hələ biz bu toplu icma qurmağa çətinlik çəkirik. İndi baxın, subkulturalar əslində bir biznes modellardır. Bizim Sovet bizim 3 dənə deməli düşünən tərəfimizi dağıtdı. Necə? İntellektual, daha doğrusu biznes adamları, yaradıcı adamlar və elm adamları. Elm adamları. Sovet bunları parçaladı. Biznes Sovetə qədər var idi. Niyə ki, bizim milyonerlər vardı? Sovet onları yoxa çıxartdı və onları əzməyə başladı. Dedi, sən spekulyantsan, kommersantsan, nə bilim, alverçisən və aşağılamağa başladı. Neynədi? Elm adamlarını qaldırdı və sənət adamlarını qaldırdı. Nə baş verdi? Sovet dağılandan sonra sistem dağıldı, güc keçdi iş adamlarının əlinə. Və zamanında iş adamlarını bəyənməyən intellektual adamlarla yaradıcı adamlar bu səfər iş adamlarının, necə deyərlər, əlinin altına düşdü. Kobud ifadə eləsin. Bizim bugün nə etməmiz lazımdır? Baxın, bu 3 qrup adam, bunlar saz ayaqlarıdır. Yəni, Azərbaycanda elm adamı bir araşdırma aparanda, bir dissertasiya işi yazanda hökmən fikirləşməlidir ki, bunun finansı hardan gələcək? Yəni, onun biznes tərəfindən ayrılmaz hissəsidir. Təbii ki, pul olma yerdə inkişaf olmayacaq. Bir biznesmen biznes quranda dərhal fikirləşməlidir ki, bunun elmi dayağı nədir? Mən nə edirəm eləyim? Noxud satıram. Hansı fayda verəcəm şəriyyətə və bunun gələcək perspektividir? Mən bu noxudun ən yaxşı noxudu necə istehsal edir? Orada artıq bir alim ona kömək eləməlidir və bu tərəfində də bir yaradıcı adam olmalıdır ki, bu noxudu ən gözəl necə qablaşdırım ki, beyinlərə yazım ki, insanlar ancaq bu noxudu alsın. Bayaq vurğuladığınız ki, məsəl üçün McDonald's, işte geyimlər, K-pop, bunun hamısı, baxın, biz bir şeyi unuduruq. İqtisadiyyat fəlsəfə ilə birbaşa bağlıdır. Yəni, iqtisadiyyatın öz fəlsəfəsi var. Türk dünyasının iqtisadiyyatının öz fəlsəfəsi olur. Fəlsəfə dedikdə müasir marketingi, yəni satış tərəfi olmalıdır. Fəlsəfəsi, marketing bu fəlsəfənin bir parçasıdır. Baxın, Yaponların Ikigai fəlsəfəsi var. Deyək ki, onların o biznes fəlsəfələri var ki, hansı ki, nə bilim... Amma Yaponlar necə disiplinardılar? Bəli, baxın, indi marketingə gələndə mən nəyə gətirib bağlayayım? Məsələn, bugün təhsildən danışırıq. Bizim uşaqlar gedir Avropada marketinq oxuyur, gəlir. Amma Azərbaycan bazarının, psixotipinin, insanının heç biri o marketinq alətlərini burada işlədə bilmir. Niyə? Çünki Azərbaycan insanı ilə Avropa insanı arasında yerlə göy qədər fərq var. Yəni, amma məsələn, Yaponlardan biz öyrənsək marketingi, bu bizdə işləyəcək. Yaponların da özəl, yəni məsələn, Yapon reklamı, Eltən bəy, siz neçə il televiziya sahəsində işləmişsiniz, televiziya rəhbərliyi etmişsiniz. Bayaq biz danışırdıq ki, Gürcülərdə televiziya sahəsinin inkişaf formulası nədəydi, Amerikadan ayrılan qrantlar və küllü miqdarda mütəxəssis mübadiləsi. Yaponların da reklamı tam fərqlidir. Çünki yanaşması fərqlidir. Ananın evladı tərbiyələndirmə sistemi fərqlidir. İdris bəy, baxın, əmin olun ki, Yapon yanaşması, yaşam biçimi bizə Avropadan daha yaxındır sizcə? Çox daha yaxındır. Fərqlər var. Bugün, məsəl üçün, mən deyək ki, Naxçıvanda doğulmuşam. Şəkili insanla mənim aramda fərqlər var. Yəni, tutaq ki, biri Qəbələlidir. Şəkili ilə də Qazaxlının, amma hamısı sonuçda Azərbaycanlıdır. Amma bənzərinə tərəflər var. Yəni, biz o stəkan var, deyir, yarıya qədər doludur, boş söhbətinə baxaq da. Yəni, biz hardan baxırıq? Baxın, Yaponiya Turan coğrafiyasında, Turan düşüncəsində
bizə perspektivdə dilimizin quruluşu, yəni Yapon dilinin quruluşu ilə bizim dilimizin quruluşu eynidir. Yapon dilidir, Koreya dilidir, Monqol dilidir, Finlandiya dilidir, Türk dilləridir əlbəttə ki, Macar dilidir. Bütün bunların hamısı bir dil qrupundadır və düşüncə qrupundadır. Və Turan dediyimiz Türk birliyi başqa bir şeydir, Turan birliyi başqa bir şeydir. Yəni Yaponiyada, Koreyada, Finlandiyada, Monqolistan'da və Türk dünyası da bunlar hamısı əslində Turan sayılır. Bu başqa bir Amma saysaq da bu o qədər uzaq qoldur ki, hətta Eltən bəy mən belə bir şey deyim də, uzaq qol dərkən siz Amerika Birləşmiş Ştatlarının bu başından o başı bilirsiniz nə qədər uzaqdır? Ya da Rusiyanın bu başının o birisi başı bilirsiniz nə qədər son 200 uzaq? ildə Yapon əgər mədəniyyəti deyiriksə, bunun nə bilim, bunun tarixinə baxın və Amerika deyilən bir əraziyə baxın, hansı ki, ümumiyyətlə millət anlayışı yoxdur, Amerika vətəndaşı anlayışı var və müxtəlif mədəniyyətlər anlayışı, baxın, bilirsiniz necə, bu yenə də bax, Amerikanın bizdə yaratdığı, Hollywoodun daha doğrusu bizdə yaratdığı bir yalancı Amerikan düşüncə, xəyalı var. Yaxşı, bu bir dövlət proqramıdır. Böyük sayıda insanlar hətta lotereya kimi Amerikada yaşamaq bizə Amerika haqqında o qədər belə çox gözəl bir mənzərə çəkirlər ki. Siz də Amerikada olmuşsunuz, mən də Amerikada olmuşam. Bəli. Amerikada olan insan, elə bil ki, hətta bunu mən Fransada Eiffel gülləsinin yanında yaşadım ki, marketing. Yəni bu bir adi armaturdur, hansını ki metaloloma vermək istəyirdilər. Yəni bu səviyyəli bir şey insanlar deyirlər, mən təki Parisi görərdim, təki Parisdə olardım.